Tam New York'un mərkəzidir hazırda bura. New York'a gələnlərin əksəri ilk olaraq bura gəlir. 1-2 saat bundan qabaq burada çox adam var idi. İndi nisbətən boşluqdur. Bir də deyim, burada sarı işıqda keçəndə problem olmur. Adətən yəni sarı işıqda keçirlər, dayanmır. Hətta sarı işıqda keçməsəz arxadakı maşın gəlib dəyə bilər. Amma eğer çata bilirsinizsə, burada nə olur ki, çata bilmiyordur. Bu küçədə dünyanın ən məşhur holdingləri, ən böyük beynəlxalq şirkətləri yerləşir. Amma buna yanaşı, burada milyardlıq bizneslərlə yanaşı, həm də küçədə yatan kifayət qədər evsiz insanlar. Pul istəyən insanlar yolda çoxdur. Çox qəribə ab-hava var. Çox səsli, küylü, qəribə ab-havası var bu şəhərin. Amma Amerikanın digər şəhərləri belə deyil, çox rahatdır. Sakit şəhərlərdir. New York tamam fərqli ab-hava var. İndi bura boşluqdur. Normalda gün ərzində burada dəhşət çox maşın olur. Yəni belə rahat maşın sürmək mümkün deyil. Həm adam çox olur, həm maşın çox olur. Həm tıxac çox olan küçələrdən gəlir. Yer gəlmişkən burada Google Map tamam fərqli işləyir. Google Map'də hətta yol kəsişmələrində şoferların yerləri göstərilir. Hansı xət hara dönür, onlar göstərilir. Əgər bir bölgədən digərinə keçirsə, bu arada öncədən məlumat verilir. Çox rahatdır.